Hazırda isə Azərbaycan televiziyasının canlı efirində biz daha bir uğurumuzdan və mötəbər tədbirdən söhbət açmaq özümüzə borc bilirik, hörmətli tamaşaçılar. Bakı İdman Sarayında Böyük Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Grand Prix beynəlxalq turnirinin final mərhələsi keçirilib və sadəcə 9-cu dəfə təşkil olunan bu turnirə 50-dən artıq ölkədən idmançılar təşrif buyurublar. Onlar şübhəsiz gəliblər və böyük həvəslə iştirak ediblər. O ki, qaldı bizim idmançılarımıza hər zaman olduğu kimi sözün yaxşı mənasında seçiliblər və onların bir qismi və elə onların bax bu cür mötəbər tədbirlərdə iştirak etməsində və uğurlara imza atmasında böyük əmək olan məşqçilər də bizim studiyamıza dəvətlidir. Artıq biz düşünürük ki, onları təqdim etməyə vaxtıdır. Əslində çox yaxşı tanıyırsınız, amma bunu etməyə biz özümüzə borc bilirik. Həmsöhbətimiz sərbəst güləş üzrə milli yığma komandasının baş məşqçisi Firdevs Umudov. Xoş gördük, sabahınız xeyir olsun. Yunan-Roma güləşi üzrə milli yığma komandasının baş məşqçisi Akif Əliyev. Sabahınız xeyir olsun. Və bizim həmin haqqında söhbət açdığımız seçilən idmançılarımız və fərəhimiz Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov və Oyan Nəzəli. Xoş gördük. Təşəkkür edirik. Gərgin qrafikinizdə vaxt tapıb bizim studiyamıza gəldiyiniz üçün şübhəsiz söhbətimizə başlayırıq və əgər biz bu mötəbər tədbirdən söhbət açırıqsa, Firdevs müəllim, başlayaq, bəli. Biz artıq anons xarakter daşıyan məlumatı təqdim etdik. Amma əminəm ki... təbrik eləyək idmançılarımızı. Bəli, ilk olaraq təbrik edəndən sonra ayın 24-dən 26-sına kimi keçirilən bax bu yarışmada nəinki iştirak etdiniz, yenə də uğurlara imza attı bizim idmançılarımız. Hələ ki təəssüratlar tərəvətini itirməyib. Düzmü fikirləşirik? Buyurun. Buyurun. Çox sağ olun. Mən də komandamız adından, güləşçilərimizin adından sizə təşəkkürümüzü bildiririk ki, bizi dəvət edilmişsiniz və xalqımıza öz minnətdarlığımızı bildiririk. Hər zaman olduğu kimi bizə hər yarışlarda dəstək olurlar, öz dəstəklərini əsirgəmirlər. O da sözsüz ki, yəni doğma divarlar arasında keçilən yarışlar sözün əsl mənasında daha məsuliyyətli olur. Həm də bilirsiniz ki, bu yarış artıq ənənə alınalıbdır. 9-cu dəfə keçirilir. Milli liderimiz Heydər Əliyevin xatirəsinə sorulmuş Qızıl Grand Prix turniri və daha önəmli idi ona görə ki, həm də milli liderimizin adını daşıyırdı və biz də orada inamla qələbə qazanıb və güləş sevərləri, dövlətimizi, Azərbaycan Güləş Federasiyasının rəhbərini, Gənclər İdman Nazirinin rəhbərini, hər birini sevindirək və qələbələr qazanaq. Əsas bizim işimiz ondan ibarət idi ki, idmançılarımızın gənclərə üstünlük vermişdi. Yəni, məşqçilər korpusu bir yerdə, bildiyiniz kimi, olimpiya oyunlarından sonra hər bir komandada eniş olur. Yəni, əsas heyətimiz çoxsu iştirak eləmirdi. Sərbəst güləşdən, mən deyim, Hacı Əliyev, Şərif Şərifov, Xetək Qacimov bilirsiniz ki, artıq öz güləşini başa vurubdur. Toğrul Əsgərov bu yarışlarda iştirak eləmirdi, Cəmaləddin Məhəmmədov iştirak eləmirdi və əsas gənclərə üstünlük verdik. Gənclər də özünü özlərini doğrultdular və inamlı, sözsüz ki, orada məğlubiyyət də oldu, qələbə də oldu. Əsas oydu ki, təcrübə baxımından güləşçilərimiz təcrübə topladılar və əsas o gənc güləşçilərimiz var idi ki, onlar daha, bilirsiniz, qarşıda bizi artıq 4-cü İslam həmrəyliyi oyunları gözləyir və əsas məqsəd hədəfimiz 2020-ci ildə Tokyo Olimpiya oyunlarıdır ki, və o komandanı biz yığıb və gələcəkdə keçiriləcək Tokyo yay Olimpiya oyunlarında komandanı formalaşdırıb, əsas yığma komandanın tərkibini müəyyənləşdirib və o da orada perspektivli idmançılarımızı biz üzə çıxartdıq, şükürlər olsun ki, və çalışacağıq ki, bundan sonra da o idmançılarımız, güləşçilərimiz var ki, onların daha çox beynəlxalq arenada təcrübə toplamasından istifadə edək, onları gələcək yarışlarda bir daha sınaqda. Biz buna qəti əminik və əgər biz Qızıl Grand Prix-dən söhbət açırıqsa, yeri gəlmişkən bizim idmançılarımız seçildiyi haqqında biz tamaşaçılarımıza məlumat verdik. Çoxlarınız bu haqda da bilirsiniz, amma bunu deməyə biz özümüzə borc veririk. Çünki fəxarət hissi ilə bunu biz vurğulaya bilərik. Onların qızıl, bürünc, gümüş və bürünc medallara sahib oldular. Amma 3 qızıl, 1 gümüş və 3 bürünc. Sərbəst güləşdən bəli gedir. Yunan-Romada da bəli, Akif müəllim. Eyni zamanda bizim gənc idmançı xanımlarımız da seçildi. Bu haqda bəli, siz özünüz Akif müəllim öz fikirlərini bildirsin, buyurun. Deməli, yarışda axırıncı gün, yəni Yunan-Roma güləşçiləri çıxış edirdi. Bu bizim üçün bir çətin bir yarış idi. Çünki çətini ondan ibarət idi ki, Bakı şəhərində keçirilirdi, doğma divarlar arasında. Firdevs müəllim də qeyd elədi.
idmançıların da həmən yarışda həm xalqın qabağında çıxış eləməyə biraz belə də çətinlikdir, həm də məsuliyyətlidir. Amma baxın, biz bir tamaşaçı seyirci olaraq izləyəndə heç də düşünmürdük və bu hiss olunmurdu ki, bu çətinlik siz tərəfdən yaşanır. Bu da peşəkarlıqdan. Biz məşqçilər də ayın 7-sindən təlim məşq toplantısına qatılmışdıq idmançılarla və qabağımızda məqsəd burada yüksək nəticə əldə eləmək idi. Mən elə fikirləşirəm ki, idmançılar hər biri döşəyə çıxanda özlərinə düşən məsuliyyəti hiss edirdi. Və onlar hiss elədiyi məsuliyyətlə də bu qələbəyə inam daha çoxalırdı. Şükürlər olsun, yəni hamısı güləşdi, 4 qızıl medal qazandıq, 1 gümüş, 2 bürünc medal qazandıq, xalqımızı sevindirdik. Bu da bizim rəhbərliyin idmana olan qayğısından gedir söhbət. İdmançılar üçün hər bir şərait yaradılmışdı. Onlar hər bir görüşdə, hər bir çıxışlarını rəhbərlik tərəfindən izlənilirdi, minnətdarlığımızı bildiririk ki, bizi orada dəstək edilər. Bu qədər idmançılar da öz sözlərini deyəcəklər. Əlbəttə, idmançılar da öz fikirlərini bölüşəcəklər və ümumilikdə əziz tamaşaçılar, qeyd edək ki, Grand Prix beynəlxalq turnirinin final mərhələsində güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar bu, belə deyək, turniri. Amma elə artıq qaliblərimiz də studiyamızdadır. Onları da yaxından tanıyaq, bu keçirdikləri döyüşlər barədə fikirlərini və ümumilikdə bu turnir barədə də fikirlərini bölüşsünlər. Biz əslində bilirik ki, onlar çox təvəzzökardılar və gördüyü işlər haqqında danışmağı sevmirlər. Amma madam ki, bizim studiyamıza təşrif qururlar, istərdik ki, elə onlara müraciət edək. Hazırda sizi izləyən tamaşaçılarla da bax, o sevincdir, siz özünüz bölüşəsiniz. Dostlar arasında kim birinci başlayır? Çəki ilə başlayın. Çəki ilə başlayın. Mən bir dənə şey qeyd eləmək istəyirəm. Həsən Əliyev 3 çəki dərəcəsində Azərbaycanı təmsil edir. 60 kiloqramda, 60 kiloqramda dünya Avropa çempionu oldu. 66 kiloqramda Avropa ikincisi olub. İndi 71 kiloqramda da çəkisi artdıqca onun medallarının sayıda çoxalır. Heydər Əliyev Grand Prix turnirinin qalibidir. Nə gözəl. Buyurun Həsən. Məsuliyyətli yarış idi. Müəllimlərə qeyd elədiyi kimi öz ölkəmizdədir. Biraz məsuliyyəti daha üstündür. Həm də mən bu çəkini təzə götürmüşəm. Demək olar 71-də keçən ildən başlamışam. Biraz çətinlik var. Şükür Allaha yeni imtahanlardan yaxşı çıxdıq. Qabaqda bizim gələn inşallah dünya çempionatı var. Oraya hazırlaşırıq. Bu yarış da bir təkan oldu yarış üçün. Şükür Allaha yaxşı qurtardıq. Komandamız yaxşı güləşdi. Həm sərbəst, həm Yunan Roma, həm qızlar medallar verir. Demək olar ki, bizdə rekord həddir bu. 4 dənə qızıl medal. Şükür Allaha həm cavan idmançılarımız, yəni gənc idmançılarımız çox idi. Ehtimalı doğrultdular, yəni medallar verdilər. İnşallah qarşımızda çox yarışlar var. Bu təkandır. Gələcəkdə çalışacağız, daha da yaxşı medallar verir. Həm bizi sevənlər, həm vətənimizi, həm rəhbərimizi sevindirək ki, onlar da sevinsin, biz də onunla tərəddüd daha da yaxşı medallar veririz. Buna heç şübhəmiz yoxdur. Əminik ki, hər zaman bütün yarışlarda da siz Azərbaycanımızı, Azərbaycan idmanını və sizi sevənləri, sizə pərəstiş edən bütün idman sevərləri də bu uğurlarla sevindirəcəksiniz. Çəki etibarlı sırada məncə Rafiq Hüseynovdur. Düzmü fikirləşik 80 kiloqram çəkisində çıxış etdiniz? Buyurun, sizə işləyək. Təbii ki, müəllimlər vurğuladılar. Bu doğma divarlar arasında keçirilən yarış idi. İlk dəfə deyil bu yarış keçirilir. Bilirsiniz, 9-cu dəfədir qeyd etmişsiniz. Bəli, ənənəvi xarakter daşıyır. Bəli, ənənəvi xarakter daşıyır. Yəni, bu turnirdə iştirak etmək bizə başqa tərəfdən daha güc verir. Bilirik ki, bu kimin adına keçirilir bu turnir. Yəni, önəmini bilirik bu turnirin. Artıq 4-cü dəfədir bu turnirdə qalib gəlirəm. Həsən də mən də artıq birinci dəfə deyil. Baxın, bu da məsuliyyəti artırır. Əgər bir dəfə bu uğuru qazanmısansa, gərək ki, onu sən yenidən təkrarlayasan. Düzdür, profesional idmanda bu elə də asan deyil uğuru təkrarlamaq. Çünki bilirsiniz, idman texnologiya kimi inkişaf edir, çətindir. Gənclər məsələ özlərini doğrultdular. Biz Həsənin artıq birinci dəfə deyil bu yarışda iştirak edirik. Yəni, o gənclər də göstərdilər ki, doğrudan da Azərbaycanda idman inkişaf edir. Yəni, yerində dayanmayıbdır. Əvvəl gələn idmançılar necə qalıb, elə onlar da medal verməkdə davam etmirlər. Yəni, bu onu göstərir ki, doğrudan da bizdə idmana başqa cür diqqət vardı. Federasiya səviyyəsində, ölkə səviyyəsində bunun diqqəti vardı. Və idmançılarımız da bu diqqət və bu qayğıdan yararlanırlar və bu məsuliyyəti dərk edərək öz üzərlərində daha da çalışırlar. Əlbəttə, sən əgər görürsən ki, sənə diqqət varsa, sən əvəzində çalışmalısan ki,
onun da əvəzini verə biləsən. Etimadı doğrultmaq Əlbəttə, üçün, etimadı bəli. doğrultmaq. Düzdür, professional idmanda hər dəfə getdiyində çempion ola bilmirsən və ya medal gətirə bilmirsən, amma yəni əgər öz üzərində işləyirsənsə, məşqçilər tərəfindən sənə səhvləri göstərirlərsə, düzgün yola qoyurlarsa, sən medal vermək yolunda mənə elə gəlir ki, bir addımda medala Amma yaxınlaşırsan. istisnalar olur. Məsəl üçün, bax, siz özünüz bir deyil, iki deyil, bir neçə dəfə uğurlara imza atmışsınız və əminik ki, bu hələ son deyil. Elədir. Davam edək 85 kiloqram çəkisində İslam Abbasov. Sağ olun. Xoş gördük. Siz necə birinci dəfə idi bu turnirdə iştirak edirsiniz, yoxsa elə Rafiq Hüseynov və Həsən Əliyev kimi artıq bir neçə dəfədir ki, bu Grand Prix-də bu turnirdə iştirak edirsiniz? Əvvəla sizə təşəkkür edirəm. Bizi çağırmışsınız bura, efir qarşısında oturan tamaşaçıları salamlayırıq. 200 dəyərli vaxtlarını ayırıb bizə baxırlar. Yarışa qaldıqda isə yarış çox güclü səviyyəli, Avropa, dünya çempionat səviyyəli bir yarış idi. Rəqiblərimiz çox güclüydü. Mənim üçün birinci dəfə idi. Birinci dəfə oldu bir yarışda çempion oldum. Keçən il üçə çıxmışdım. Bu il çempionu və revanş maçları oldu məndə orada. Halbuki hansı uduzduğum rəqiblərimi orada utdum. Bu mənə daha da stimul verdi ki, gələcək yarışlara daha da ciddi hazırlaşım. Məşqçilərə, yığmalı məşqçilərinə təşəkkürümüzü bildiririk ki, əziyyət çəkdilər, şəxsi məşqçiyə. Belə. Hazırda baxın, sizi çox sayılı tamaşaçılar arasında bizim gənclərimiz də izləyirlər, hansılar ki, bax, bu uğurlarınızı görüb ruhlanırlar. Bəlkə onlar da bu idmanın önünə gəlmək Mən fikrindədir. istəyərdim bir şey qeyd edeyim. İslam Abbasov bu ildən böyülən yığma komandasına gəlib. O keçən il dünya çempionu olub gənclər arasında və ondan qarşıdakı ildə dünya çempionu olub. O güləşdiyi müddətdə Olimpiya çempionu Mişinə qalib gəlib. Bəli. Dünya çempionu 2014-cü il Fransız oldu. Bu ildə Bilinuk var idi, orada Ukraynadan güləşçi ona qalib gəldi. O hal-hazırda Olimpiyada ikinci yerə çıxmışdı və bu 2015-ci ilin dünya çempionu idi. Ona da qalib gəldi. Yəni, çox güclü rəqibləri var. Hakimən bilirdi ki, bunu İslam özü deməyəcək. Nə yaxşı ki, vurğuladınız. Baxın, həmin gənclər üçün siz örnəksiz, nümunəsiz. Onlara nə tövsiyəniz olar? Şübhəsiz çətin yoldur. Çox bir mürəkkəb prosesdir. Amma bunu öhdəliyib daha sonra elə əyani şəkildə gördüyümüz kimi bu uğurlara imza atmaq mümkündür. Doğru mu fikirləşirik? Bax, o gənclərə ruhlandırıcı nə mesaj verə bilərdiniz canlı telefir vasitəsilə? Artıq özünüz bu mərhələni keçmisiniz. Demək olar ki, ancaq zəhmət çəkmək lazımdır və məşqçilərin düzgün tövsiyəsinə qulaq asmaq lazımdır ki, qabağa gedəsən, rejimə riayət edəsən, başqa heç. Məşqçi bir şey məsləhət görməz. Davam edək və artıq bir həmsöhbətimiz qalıb ki, Oyan. 130 kiloqram çəki dərəcəsində Oyan Nəzərli. Mən də sizi bir dəfə salamlayıram, bizi izləyənlərin hamısını salamlayıram. Dostlarımız dedilər hər şey. Mən də birinci dəfə idi bu yarışda birinci olurdum. İstəyirəm, hamını təbrikləyəm medal alanları. Medal almayanların da ki, bir şey onların zəhmətlərinin əsk etmir. Çünki həmişə olmur hamı medal alsın. Artıq iştirak bu özü böyük uğurlu göstəricidir. Bizim çox dostlarımız var idi ki, iştirak elədilər. Çünki burada dünyanın ən güclüləri toplaşmışdı. 700-dən artıq iştirakçı var idi bizim bildirimizdə. Bəziləri eləyə bilir, bəziləri yetişənmir. Onlara da yorulmayasın deyirik hamısına. İştirak elədilər. İnşallah arzumuz odur ki, bundan belə yarışlarda hamı bir yerdə biz yəni bütün komanda olaraq çempion olaraq. Necə ki, komanda halında çempion olduq. Amma bütün çəki dərəcələrində mən istəyirəm ki, hamısı dostlarımız çempion olsunlar. Bax, budur dostluq, budur həmrəylik. Çox gözəl arzulardır. Əslində, Firdevs müəllim, qeyd etdik ki, bəli, idmançılarımızın bu fiziki hazırlığı və hər yarışda da onların məsuliyyəti və yarışlarda necə iştirak edirlər, artıq onlar öz sözlərini deyiblər, qalib olublar. Amma burada bir psixoloji hazırlıq da əsas məsələdir. Yəqin ki, razılaşarsınız və biz qürurla, fəxrlə deyə bilərik ki, bizim idmançılar həm fiziki və eyni zamanda da psixoloji hər zaman yarışlara hazırdılar. Bilirsiniz, doğrudan da əsas hazırlıqda ən birinci psixoloji hazırlıq durur ki, və o da bizim sağ olsun bizim gənclərimiz, aparıcı yığma komandanın uşaqları bir-birlərinə hər zaman dəstək olurlar. Yəni, texnika, taktikanın hazırlığı, eləcə də fiziki hazırlıq, bərabər ən başlıcası psixoloji hazırlıqdır ki, yəni uşaqların özləri də onu təsdiq edirlər ki, birinci növbədə o hazır olarsan,
fiziki cəhətdən, texniki cəhətdən hazırlığın daha yüksək olar, psixoloji hazırlığın aşağı olar, o önəm kəsb edir. Yəni, bu bugünkü günü siz çox düzgün qeyd elədilər, uşaqların özləri də, sizlər də bu günləri ölkəmizdə idmana, idmançılara göstərilən diqqət qayğı şəxsən möhtərəm cənab prezidentimiz İlham Əliyevin nəzarəti altındadır ki, və bunu bütün dünya artıq qəbul edir, Azərbaycan idman ölkəsi kimi və keçirilən yarışlar da buna örnəkdir, buna bariz sübutdur ki, bu günləri mən deyim, doğrudan da bu keçirilən yarış dünya Avropa çempionatlarının yüksək səviyyədə keçirildi ki, yəni aşağı səviyyədə olmadı. Həm iştirakçıların sayına görə, həm orada çıxış edən idmançıların titullarına görə, yəni çox yüksək səviyyədə keçirildi və uşaqlar da sağ olsun, bilirsiniz, o doğma divarlar arasında keçiləndə biraz psixoloji özünə daha çox məsuliyyət hiss edirsən, ancaq onu bürüzə vermədilər, hazırlıq prosesini. Mən deyərdim, Olimpiya oyunlarından sonra biz birinci startımız idi və orada da özünü göstərdi, uşaqlarının bayaq qeyd elədiyimiz kimi gənclərimizin əsas özlərini yaxşı tərəfdən göstərməsi, həm texnika, taktikanın hazırlığı, fiziki hazırlıqların əsas da baxmadılar ki, məsələn, bu dünya çempionunda, Olimpiya çempionunda, Avropa çempionunda onunla güləşəndə psixoloji cəhətdən özlərini çox hazırlıqlı göstərdilər. Yəni, idmançılar da orada bir-birlərinə dəstək olurlar. Əsas məsələ bundan ibarət. Bilirsiniz, komandada bayaq qeyd elədik, əsas odur ki, birlik olsun. Yəni, eyni, yəni bir ailəyik orada. Hamı, istər məhdçilər, istər idmançılar, hər biri bir-birinə dəstək olmalıdır və bayaq qeyd olundu, gənclərdə əsas birinci növbədə olmalıdır vətən sevgisi. Bunu hər zaman biz qeyd eləmişik, bayrağa, dövlətə sevgi olmalıdır. Onu mən hər zaman demişəm, onda qələbəyə daha yaxın olursan. Hər zaman o istəyi içində sən o bir Azərbaycanlı kimi bir dövlətini, millətini sevən, bayrağını sevən, o fərqi yoxdur, hansı sahədən asılı olmayaraq, istər idmançı olsun, istər başqa sahənin məşğul olsun. Yəni, birinci vətənə, dövlətə sevgi olmalıdır və onda qələbəyə daha yaxın olursan və o da bizim gənclərimizdə mən çox fəxarət hissi keçirdim ki, doğrudan da onlar öz qələbələrini, öz sevgilərini dövlətə sevgi ilə, bayrağa sevgi ilə göstərdilər. Sağ olsunlar ki, və o qələbələri, o medallar, o qızıl, gümüş, bürünc medallar qazanıldı və inanıram ki, gələcəkdə bundan da artıq nəticələr qazanılacaqdır və etimadı məşqçilərimiz də, yığma komandanın üzvləri də doğruldacaq. Biz də buna inanırıq və qəti əminik. İndiyə qədər belə ənənələr artıq formalaşıb ki, bugün də davam etdirilir. Əslində, elə bizim idmançılarımız hər hansı bir yarışda iştirak edəndə biz əminik ki, onlar təkcə iştirakla kifayətlənməyəcəklər. Ən azından bir necə özü də qızıl medal qazanacaqlar ki, Azərbaycan bayrağını dalğalandırıb, Azərbaycan himni səsləndirəcəklər. Elə özlərinin də dilindən biz bunu eşidirik ki, hər zaman yarışlara gedəndə ən böyük və həvəslə gözlədiyi an odur. Bizim bayrağımız dalğalansın və bu himni biz eşidək və dünya idmançılarına, idmansevərlərinə təqdim edək. Necə ki, biz hazırda bu uğurlarımızdan söhbət açdıq, eyni zamanda Yeniman Azərbaycan telekanalında, hörmətli tamaşaçılar, məsələ bu yarış və digər mötəbər tədbirlər haqqında durmadan sizə ən son məlumatlar təqdim olunur. Biz isə çox böyük həvəslə bu bölümü apardıq, özümüz də yenidən həmin o hadisələrin şahidinə çevrildik. Sizin söhbətinizdən daha böyük nailiyyətlər dilirik, dostlar. Təşəkkür edirik gəldiyinizə görə. Və arzu edirik ki, hər zaman bu cür uğurlu çıxışlarınız olsun və bugünə qədər necə ki, Azərbaycanımızı, Azərbaycan bayrağını qürurla, fəxrlə göylərə, yüksəkliklərə qaldırmışsınızsa, hər zaman bu yolda da uğur sizinlə bərabər olsun. Bir daha təbrik edirik. Çox sağ olun ki, bu səhər gəldiniz və uğurlarınızı səhər tamaşaçıları ilə, idmansevərlərlə, gənclərlə bölüşdünüz. Təşəkkür edirik. Bizim isə proqramımız davam edir. Xoş ovqatla biz proqramımızı davam edəcək. Bir neçə andan sonra sabahınız xeyir.